Salam değerli izleyiciler, değerli futbol severler. Bu videoda Azerbaycan çempionu Qarabağ komandasının Çempionlar Ligasının yeni formatında keçirəcəyi oyunlar, oyunların tarixləri, püşkatma və püşkatma tarixləri, eyni zamanda mümkün rəqibləri haqqında məlumat verəcəyik. Bundan əlavə transfer və ayrılıq xəbərləri də sizi gözləyir. Sona qədər videonu izləməyi və kanalımıza abunə deyilsinizsə, abunə olub bildirişləri açıq tutmağı sizdən rica edirəm. Olduqca maraqlı videomuzu sona qədər izləməyi tövsiyə edirəm. Mən isə məlumatlara keçid alım. Azərbaycan UEFA ölkə reytinqində 29-cu pillədədir. Bu isə o deməkdir ki, ölkəmizi Çempionlar Liqasında 1, Avropa Liqasında 1, Konferans Liqasında isə 2 klub təmsil edəcək. Azərbaycan çempionu Qarabağ Futbol Klubu 1-ci təsnifat mərhələsindən yarışa qoşulacaq. Qeyd edim ki, çempionumuzun 2-ci təsnifat mərhələsindən başlamaq şansı da var. Real Çempionlar Liqasının qalibi olarsa, Qarabağın 2024-2025 mövsümü Çempionlar Liqasına 2-ci təsnifat mərhələsindən başlayacağı rəsmən təsdiqlənib. Bu haqda açıqlamasında UEFA'nın yarışların təşkili komitəsinin, eyni zamanda Qarabağ klubunun idarə heyətinin üzvü Asif Əskərov məlumat verib. Çempionlar Liqasının finalı iyunun 1-də Real və Borussia Dortmund arasında Londonda keçiriləcək. Asif Əskərov sorğumuza cavab olaraq deyib: "Əlbəttə, hazırda Çempionlar Liqasının və digər yerli liqaların bitməsini gözləməliyik. Çünki bəzi klublar var ki, reytinqi bizdən yüksəkdir, amma onların hazırda bizi ötməsi ehtimalı görsənmir. Beləliklə, Real Madrid yarışın qalibi olarsa, yeni mövsümdən Qarabağ, eləcə də Macarıstanın Ferencvaroş klublarının Çempionlar Liqasına 2-ci təsnifat mərhələsindən başlama ehtimalı böyükdür. Bu, hər iki klubun reytinq əmsalının yüksək olması ilə əlaqədardır. Qeyd edək ki, Azərbaycan çempionu Çempionlar Liqasına 1-ci təsnifat mərhələsindən başlayır, lakin yeni mövsüm Avrokubokların formatının dəyişməsi UEFA reytinqi yüksək olan Qarabağın Çempionlar Liqası yolunu qısaldacaq. Bu artıq İspaniya çempionu kimi Çempionlar Liqasına vəsqəni təmin etmiş Realın Çempionlar Liqasının qalibi olması sayəsində mümkün olacaq. Qeyd edim ki, bu barədə ətraflı məlumat növbəti videomuzda sizlərə təqdim olunacaq. Beləliklə, normalda 1-ci təsnifat mərhələsindən turnirə qoşulacaq komandalar arasında Ferencvaroş və Qarabağ ən yüksək klub reytinqinə malik klublar olduğu üçün ikinci mərhələdən turnirə qoşulmaq şansı əldə edəcəklər. Qısası Real Madrid Çempionlar Liqasının qalibi olarsa, Qarabağ Çempionlar Liqasının 2024-2025 mövsümünə ikinci təsnifat mərhələsindən başlaya bilər. Əks halda qitənin ən mötəbər klub turnirinə 1-ci təsnifat mərhələsindən başlamalı olacaq. 1-ci təsnifat mərhələsinin püşkü 18 iyun, 2-ci təsnifat mərhələsinin püşkü isə 19 iyun tarixində İsveçrənin Lyon şəhərində keçiriləcək və kanalımız vasitəsilə canlı yayımlanacaq. Kanalımıza abunə olub bildirişləri açıq tutsanız, klublarımızın rəqiblərindən ilk siz xəbərdar olacaqsınız. Çox saylı suallara cavab olaraq qeyd edim ki, Çempionlar Liqasında dəyişiklik yalnız qrup mərhələsinin liqa mərhələsinə keçidi ilə bağlıdır. Yəni digər mərhələlər olduğu kimi davam edir. Dəyişikliklərlə bağlı məlumat verməzdən öncə təmsilçimizin Çempionlar Liqasındakı oyun tarixləri və püşkatma tarixləri, həmçinin mümkün rəqibləri haqqında məlumat verim. Azərbaycan çempionu qitənin ən mötəbər turnirinə 1-ci təsnifat mərhələsindən başlaya bilər. Bu səbəbdən qeyd etməliyim ki, 1-ci təsnifat mərhələsinin püşkü 18 iyun 2024-cü il tarixində atılacaq və bir qədər öncə qeyd etdiyim kimi kanalımızda canlı yayımda sizlərə təqdim olunacaq. Oyunlar isə, birinci yəni mərhələnin oyunları isə 9-10 iyul tarixində, eləcə də 16-17 iyul tarixlərində başlayacaq, yəni ev və səfər maçları olmaqla. Qeyd edim ki, Qarabağ komandası 1-ci mərhələdə ilk oyunu öz meydanında keçirəcək. İkinci təsnifat mərhələsinin püşkü isə 19 iyun tarixində atılacaq. İkinci təsnifat mərhələsinin oyunları 23-24 iyul və 30-31 iyul tarixlərində baş tutacaq. Qeyd edim ki, Qarabağ komandası 2-ci təsnifat mərhələsinə yüksəldiyi halda ilk oyunu evdə keçirəcək. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkü isə 22 iyul tarixində keçiriləcək. 3-cü təsnifat mərhələsinin oyunları 6-7 avqust və 13 avqust tarixində baş tutacaq. Playoff mərhələsinin püşkü 5 avqust tarixində atılacaq. Oyunlar isə 20-21 və 27-28 avqust tarixində baş tutacaq. 8 həftədən ibarət liqa mərhələsi isə 17-19 sentyabr tarixindən start götürəcək. 1-2 oktyabr 2024-cü ildə 2-ci həftənin oyunları, 22-23 oktyabr tarixində 3-cü həftənin oyunları, 5-6 noyabr 2024-cü il tarixində 4-cü həftənin oyunları,
26-27 noyabr 2024-cü il 5-ci həftənin oyunları, 10-11 dekabr 2024-cü il 6-cı həftənin oyunları, 21-22 yanvar 2025-ci il 7-ci həftənin oyunları, 29 yanvar 2025-ci il 8-ci həftənin oyunları baş tutacaq. Qeyd edim ki, liqa mərhələsinin sonuncu turunda bütün oyunlar eyni saatda start götürəcək. 31 yanvar tarixində 2025-ci ildə playoff mərhələsinin püşkatması baş tutacaq. 11-12 fevral 2025-ci il, 18-19 fevral 2025-ci ildə playoff mərhələsinin oyunları baş tutacaq. Bundan sonraki mərhələlər, yəni 8-də 1, 4-də 1, yarım final və final mərhələsinin püşkatması 21 fevral 2025-ci ildə atılacaq. 8-də 1 final mərhələsinin oyunları 4-5 mart və 11-12 mart tarixlərində baş tutacaq. 2025-ci ildən söhbət gedir təbii ki. 4-də 1 final mərhələsinin oyunları isə 8, 9 və 15-16 aprel 2025-ci il tarixlərində baş tutacaq. Yarım final qarşılaşmaları 29-30 aprel 2025-ci il və 6-7 may 2025-ci il tarixlərində baş tutacaq. Final qarşılaşması isə 31 may 2025-ci ildə Allianz Arenada, Almaniyada Münhen şəhərində baş tutacaq. Qarabağın 2024-2025 mövsümündə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki daha 4 potensial rəqibi bəlli olub. Azərbaycan çempionu Dinamo Batumi Gürcüstan, Struga Şimali Makedoniya, Deferdanj Lüksemburg, Desis Montenegro ilə qarşılaşa bilər. Daha əvvəl Penevežis Litva, Ordubasi Qazaxıstan, Vikingur İslandiya, Virtus San Marino, Dinamo Minsk Belarus, Selye Sloveniya, Hamrun Malta, Larne Şimali İrlandiya və Santa Coloma Andorra komandası ilə rəqib olmaq ehtimalları var idi. Qeyd edək ki, Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkü iyun ayının 18-də atılacaq. Digər tərəfdən isə Qarabağ komandasının ikinci təsnifat mərhələsindən Çempionlar Liqasına başlamaq şansı yüksəkdir. Qeyd edim ki, ikinci təsnifat mərhələsinin püşkü də 19 iyun tarixində atılacaq. Qarabağ komandası birinci və ya ikinci təsnifat mərhələsindən başlamasından asılı olmayaraq ilk oyunu evdə keçirəcək. Ötən ilin yayında Qarabağın ilk transferi kimi adını yaddaşlara yazdıran Hamudu Keita buradan ayrılmaq istəyir. Ağdam təmsilçisinin Zirədən heyətinə qatdığı və 3 illik müqavilə imzaladığı 29 yaşlı Fransalı hücumçu hazırki vəziyyətindən narazıdır. Onu məmnun etməyən səbəb oynamaq istəyidir. 17 nömrəli formanı geyinən legioner vaxtının çoxunu ehtiyat skamyada keçirməsini qəbul edə bilmir. Sözləşməsi 2026-cı ilin iyunun 30-una dək qüvvədə olan forvard başqa klub axtarışına çıxıb. Görünür Qarabağın Abdullah Zübürə 2 illik müqavilə təklifi onu narahat edib. Yenidən ehtiyatda qalmaqdan qorxur. Buna görə də Hamudu Keita menecerinə ona yeni klub tapması üçün müraciət edib. Qarabağ Azərbaycan Premyer Liqasının 35-ci turunda Turan Tovuzu 4-3 hesabı ilə məğlub etməklə mövsümdəki qol sayını 95-ə çatdırıb. PFL-in saytına istinadən xəbər veririk ki, klub tarixinin mütləq rekorduna imza atan Ağdam təmsilçisi ölkə çempionatlarının son 27 ilinin ən yüksək göstəricinə nail olub. 1997-ci ildən sonra heç bir komanda mövsümdə bu qədər qol vurmayıb. Sonuncu dəfə daha yüksək məhsuldarlığı 1996-97 mövsümündə 98 qol vuran Neftçi komandası imza atıb. Ümumilikdə isə Qurban Qurbanovun komandası yarışın tarixində 4-cü nəticəyi imza atıb. 27 il əvvəlki göstəricidən başqa Neftçi 104 qolla bu yarışın mütləq rekordçusudur. Sumqayıt Xəzərdə 1992-ci ildə 100 qol vurmağı bacarıb. Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı böyük ehtimalla yayda komandasını dəyişəcək. İsveç mətbuatına istinadən xəbər veririk ki, 22 yaşlı hücumçu oyun praktikasından əziyyət çəkdiyi üçün Djurgårdendə qalmaq fikrində deyil. Cari mövsüm İsveç çempionatında cəmi 2 maçda iştirak edən Qurbanlı təkliflər almağa da başlayıb. Variantlardan biri Qarabağ olsa da forvard legioner həyatı yaşamaq arzusundadır. Lakin hələlik digər təkliflər onun ürəyincə deyil. Türkiyənin 1-ci liqa təmsilçiləri növbəti mövsüm üçün hücum xəttini onunla gücləndirməyi hədəfləsələr də Musa buna müsbət yanaşmır. Yığmamızın üzvünün Djurgårdenlə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. Ancaq İsveç klubu onu icarə verməyin və ya birbaşa satmağın əleyhinə deyil.
Neftçi komandasının baş məşqçisi Miodrag Bojoviçin taleyinə Azərbaycan Premyer Liqasının sonuncu oyunundan sonra aydınlıq gələcək. Bu barədə Ağqaraların mətbuat xidmətindən məlumat verilib. Hazırda klub olaraq Sabahla oyuna köklənmişik. Bizi sadəcə həmin maç düşündürür. Bu qarşılaşma bitəndən sonra suallara aydınlıq gələcək. Bütün məsələlər haqqında mətbuata açıqlama veriləcək deyə paytaxt təmsilçisi bildirib. Qeyd edək ki, 36-cı turda Neftçi Sabah maçı mayın 25-də saat 19:00-da start götürəcək. Meydan sahibləri hazırda 56 xalla 2-ci, qonaqlar 55 xalla 4-cü pillədə qərarlaşıb. Sonuncu turun Zirə Səbail və Sumqayıt Qəbələ görüşləri də Avrokuboklara vəsiqə baxımından önəmli olacaq. Həmin oyunlar da eyni saatda təyin edilib. Xatırladaq ki, Monteneqrolu baş məşqçinin təyinatı zamanı Neftçinin icraçı direktoru Fərrux Məhmudov hədəfin ölkə kubokunu qazanmaq və çempionatda minimum 2-ci yeri tutmaq olduğunu söyləyib. Ağqaralar Azərbaycan kubokunun yarımfinalında Qarabağa uduzub 0-4 və 4-1 hesabı ilə.